Hər vaxt xeyir olsun. Yenidən Qızıldan söhbət açar. Qızıl bugün nə etdi? Qızıl, yəni bildiyiniz kimi səhər saatlarında Kepdən aşağı doğru istiqamətini davam etdirdi və biz bunu dünən bazar günü nəzərdə çatdırmışdıq ki, yəni Qızıl nə edəcək? Və aşağı doğru istiqamətini davam etdirəndən sonra korreksiyalar, yəni bugün birinci gün olduğu üçün bazarda beynəlxalq maliyyə birjasında xəbərlər çox zəif xəbərlər var və bazar sırf olaraq, yəni texniki analiz əsasında hərəkət etdiyi üçün biz bizim Magic platformasından istifadə edə bilərik və eyni zamanda digər platformalardan, indikatordan, asiliyatordan istifadə edə bilərik. Yəni hazırda ki vəziyyət, yəni yerli saatdan saat 10:29-dur və Qızıl çox mühüm bir dəstək xəttinin üstündə. Əgər bundan aşağıda formasında satışlar gələ bilər. Əks halda isə yuxarı doğru istiqamətlə davam edəcək. Bitcoin də səhər saatlarında sürətlə yuxarı doğru istiqamətlə davam etdirir. Qızıl həftə ərzində təbii ki, yenidən qalxacaq və 10 gündən sonra biz nəzərdə çatdırmışdıq ki, sürətli bir qalxış olacaq. Təbii bu iyun ayının 4-nə 5-nə təsadüf edəcək. Nə qədər qalxacağı isə sonra biz bunu açıqlayarıq. Keçək biz Bitcoin təbii ki, yenidən sürətlə yuxarı doğru istiqamətlə davam etdirəcək. Yəni, hara qədər davam edəcək? Yəni bu həftə ərzində artıq 115-ləri görmək istəyəcək. Və euro dolar, funt dolar səhər saatlarında yuxarı doğru istiqamətlə davam etdirdilər. Bu ondan xəbər verir ki, həftə ərzində ümumi istiqamət yenidən yuxarı olacaq. Eyni zamanda dolar Yapon yeni, dolar frank da bu da ona demək istəyir ki, öz növbəsində yəni aşağı doğru korreksiyalar verəcək. Əsasən yenidən maraqlı olan Nasdaqdır, Dow Jones'dur, S&P'dir və DAX-dır. Bunlar nə edəcək? Yəni bunlar baxmayaraq ki, 5-ci gün sürətlə aşağı doğru istiqamətində kifayət qədər yerli aşağı. Amma yenidən korreksiyalarla yuxarı doğru istiqamətə davam etdirilməsinə baxmayaraq həftə ərzində aşağı korreksiyalardan müşahidə, yəni aşağı enişlərlə müşahidə olunacaq. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun, hələlik.